So başlayırıq. I know, first of all, I want to say I know SQL for like 80% maybe, but I will try to yəni bütün bildiyimi deyim. Hər halda I think it will be enough for tomorrow's exam. So first of all, here we see relational database, and relational database, generally database consists of tables, and all data are stored in those tables. And there are columns, vertical ones, and rows or records, which are horizontal. And for instance, in customers table, we have 5 records and 5 rows. Oh, sorry, 5 columns. Yes. First of all, when we want to SQL is not case sensitive, by the way. So if we write, for instance, keywords like this or like this or maybe like this, it doesn't matter. They all will work. And what's select? Select is basically to display a specific part of our table. After select, we write the name of columns, and then we write from, and the name of the table. For instance, we want to see in orders table, we want to see the column of items. So we write select item from orders. Yes, let's see. So you see, if we want to select, by the way, use semicolons at the end of each code, part of the code. If we want to select everything from the table, then we just use asterisk, which means everything, like all. Mesela orders table-dan hər şey seçirəm. Or I can choose even bir neçə dənə şey. Onda vergüldən istifadə edəcəm. For instance, I want to choose both item and amount. Belə yazıram və execute edirəm. Belə. Bir də onu deyim ki, in here our comments are written with 2 dashes. So belə yazıram. Bu yəni comment olacaq. Bundan sonra nə yazıramsa ignore edəcək. Python'da hashtag idi yadınızdadsa. Tamam. Then we have here what do we have? We have select distinct. Select distinct is for instance nəysə unikal seçmək istəyəndə select distinctdən istifadə edəcəm. Yəni misal üçün, məsələn burada təkrar məsələn keyboard var. Onda mən yazsam misal üçün orders table-ına select distinct eləsin. Yazacağım select distinct item from orders. Burada gördüyünüz kimi yenə item-ı display elədi, amma distinct vermişəm deyə ancaq unique-ləri verdi. Yəni misal üçün keyboard burada 2 dəfədir, amma 1 dəfə verir. Yəni təkrarı vermir. Qalanlardan da 1 dənədir deyə elə sadəcə verdi. Select distinct yəni select but only unique ones. Like it doesn't repeat. We can use where. So what's where clause? Where clause is just to, in order to filter records. For instance, if I want to choose something specific, məsələn, mənə lazımdır ki, misal üçün buradan, I want to find customer's first and last name of the customer, whose, for instance, age is 22, for instance. Then I write select all from customers where
age equals to neçə dedim 22. Yəni misal üçün bayaq dediyim kimi first and last name lazımdırsa, onda yazıram select first name, last name from customers where age equals 22. Yes, belə. Verdi mənə 22 olanları. So where recorddan sonra yazıram hansı şərt mənə lazımdır. Daha sonra bizdə burada nə var? Where-dən sonra müxtəlif işarələr işlədə bilərəm. Bunu da indi yeri gəlmişkən deyim. Burada məsələn bərabər işarəsi elə bir dənə bərabərdir. Yəni Python-dakı kimi 2 dənə bərabər deyil. Məsələn not equal işarəsi bir dəqiqə, baxın budur. Belədir. Yəni misal üçün hansılar ki 22 deyil yaşı. 31, 25, 28 bu üçün verdi. So this means not equal and the rest you know da yəni I mean greater or equal etc. It doesn't matter. Bunlar hamısı eynidir. Yes. Ola bilər ki mən bir neçə dənə clause istəyim. Yəni misal üçün istəyirəm ki I want it to give me customers whose age is 22 and their country is UK, for instance. Then I say where age 22 and country equals UK. Belə yazıram çünki textdə. Verdi mənə David Robinsonu. Yəni where-dən sonra and-i biz adətən where-dən sonra işlədirik. Qalan hər şeydən sonra isə vergül qoyuruq da, yəni bir neçə dənə şey lazım olanda. Or məsələn deyə bilərəm ki, or-la versin. Yəni ya UK olanlar versin, ya da 22 olanlar versin. Belə. Hə, bu qədər. Then we have order by. So what does order by do? Order by just sorts, and by default it sorts in ascending order. So for instance, let's say we want to مثلا gəlin, let's select first and last name from customers and sort by age, for instance. Then I write order by age. Aha. İndi bu neynədir? Prosta defaulta görə ascending order-da verdi, yəni artan. Deməli, bizdə birinci gəlir Robert Luna, sonra David 22, sonra 25 gəlir John Reinhardt burada, sonra Betty, bir də John Doe. Neysə, yəni yazdım order by age, yəni age-ə görə order elədim. Yəni bu ascending order dediyim kimi defaultdur deyə belə yazsaz da, yəni eyni şey olacaq. Mənası yoxdur bunu yazmanın. Amma descending order istəyiriksə, yəni tərsinə versin. Onda yazırıq desk. Yəni tərsinə versin. 31-dən başlasın, yəni Joe Doe-dan başlasın və belə azalsın. Əgər mən məsələn burada başqa bir şey yazsam, məsələn hansısa bir hərf olan məsələn hissə olsun, misal üçün last name olsun. Last name. Onda götürəcək alphabetical order əsasən verəcək. Prosta deskdir deyə tərsinə verəcək. Yəni misal üçün deməli alphabetical order-a görə D-dır, sonra L-dır, sonra R-dır, amma deskdir deyə tərsinə verəcək. Last name-ə görə order eləyirəm də. Yəni last name-ə baxacaq. Aha, belə yəni əlifba sırasına görə eləyəcək. Sonra ola bilər ki, məsələn, order by eləmək istəyim bir neçə şeyə görə. Yenə də burada qoyacağam, misal üçün vergülü qoyacağam. Məsələn, deyirəm, həm last name-ə görə order by eləsin, həm də məsələn, deyirəm, misal üçün first name-ə görə elə deyək. First name-ə görə order eləsin, onda da belə vergüllə yazacağam. Belə. Deməli, neyinir? Ümumiyyətlə, birinci yazdığıma görə order eləyir əvvəlcə. Sonra baxır, eyniləri varsa, onda first name-ə görə order eləyir. Yəni, misal üçün baxaq bura. Məsəl üçün, birinci last name-ə görə order eləyir. D, L, R. Sonra bunları məsəl öz aralarında seçəndə, Betty ilə John. İkisi də Doe-dur axı. Onda first name-ə görə order eləyir. Məsələn, baxır ki, bu birinci gəlir. Deməli, birinci Betty Doe-nu ver. Sonra J gəlir, sonra John Doe-nu ver. Yəni. Dəqiqə görüm. Hə. Belə.
Birinciyə baxacaq, sonra dəlişə. Then what we have dəqiqə. Insert into. Deməli, indi gəlin table-ımıza bir neçə şey əlavə eləyək. Deməli, nə edirəm? Məsələn, istəyirəm customers table-ını genişləndirim. Onda mən insert into-dan istifadə edəcəm. Yəni misal üçün yeni value-lar əlavə eləmək istəyirəm. Nə edirəm? Deməli, yazıram insert into və yazıram values və hansı value-ları əlavə eləmək istəyirəm, yazıram mötərizənin içində. Misal üçün 6-nı əlavə eləmək istəyirəm. Customer ID-yə, sorry, burada table-ın adı getdi. Customers, insert into customers, values 6. First name misal üçün yazıram. Böyüklə də yaza bilərəm. Bayaq dediyim kimi case sensitive-dir deyə, case sensitive deyil deyə fərqi yoxdur. Yəni belə yazıram, ya kiçiyə yazıram. Tak, dəlişə. Sonra Məmməddir. Last name misal üçün yazıram Əliyev. Age misal üçün qoyuram 17. Country-də yazıram misal üçün Azərbaycan. Neysə, az yazıram. Belə yazıram. Düzdür məncə. Baxaq. Gördünüz, bir dənəsi yeni şey əlavə elədi. Neydi onun adı? Row. Yeni rekord əlavə elədi. Ola bilər ki, məsələn, hamısını doldurmaq istəmirəm. Misal üçün istəyirəm spesifik şeyləri doldurum. Məsələn, istəmirəm məsələn, country yazım misal üçün. İstəyirəm ancaq customer ID, first name, last name, age yazım. Onda nə edirəm? Yazıram yenə həmin şey. Prosta burada dəqiq deməliyəm hansı kolumlar yazmaq istəyirəm yəni. Yəni misal üçün yazıram customer ID. Tak, first name, just a second. Dəqiqə. Все. Qaydaq. Tak. First name. Sonra yazıram last name and age. Və burada qeyd elədiklərim, yəni kolumların adlarından şey üst-üstə düşmədi. Yəni bunu yığışdıracağam misal üçün. Bir dənə gəlin dəyişək. 7-ci olur Все, qalan hər şeyini yazaq. Syntax error. Nədə səhv getdi? Yes, thank you. Все. Baxın, burada da heç nə verməmişəm deyə elə sadəcə boş saxladı. It's called null. N-U-L-L. Belə elədi. Ola bilər ki, misal üçün match eləməsə sayıları, yəni misal üçün burada 5 dənə value vermişsiniz, amma neydi onun adı? 4 dənə kolum, onda yəni error gedəcək. Ola bilər ki, misal üçün bir neçə dənə value şey eləmək istəyiriksə, əlavə eləmək istəyiriksə, onda vergüldən istifadə edəcəyik və bir neçə dənə şey yazacaq, prosta mötərizə. Yəni misal üçün bir dənə də əlavə eləmək istəyirəm. Məsələn, yazıram bu 8 olacaq. Tak. Yazıram misal üçün 9. I don't know, I don't care. Belə qalsın. And age for instance 62. Belə. Gördünüz, 2 dənəsini əlavə elədi. İkisində də prosta şey yoxdur. So, insert into belədir. Məncə heç nə yadımdan çıxmadı. Then we have update. Update nə edir? Update götürür hansısa bir spesifik rekordu dəyişir. Yəni misal üçün let's say I want to update haran dəyişim. Məsələn, bu Aliyev soyadı məsələn burada dəyişmək istəyirəm. Then I write update deməli bir dəqiqə. Tak. I want to change deməli neçədir?
ID last name. Aha. Update customers. Set bura yazıram nəyi dəyişirəm? Məsəl üçün Əliyevi dəyişirəm şeyə last name equals to məsələn yazıram Quliyev. I don't know. Aha. Where və harda dəyişirəm? Məsələn ID-yə əsasən baxıramsa yazıram 7. Customer ID equals 7. Where customer ID equals 7. Tak. Aha. Hə, все, dəyişdi. Baxın, Quliyev, Əliyevi Quliyev elədi məsələn burada. Misal üçün ola bilərdi ki, bir neçə yerdə sразу dəyişsin. Onda yəni məsələn yazıram, misal üçün bütün harda first name Məmməd hamısını məsələn Quliyev eləyim. First Aha. Baxın, harda Məmməd idi, oldu hamısı Quliyev bunlar. If we don't write this clause, so it will just change bütün last name, where clause yoxdur deyə, condition yoxdur deyə. Burada götürəcək bütün last name-ləri Quliyev eləyəcək. Baxın, oldu hamısı Quliyev. John Quliyev, Robert Quliyev və s. Belə. Then after update, we have, delete. Aha, delete neyinir? Delete də silir. Yəni, misal üçün, məsələn, nəyisə silmək istəyirəm. Yazıram delete from, customers'dan məsələn silmək istəyirəm. Məsələn, istəyirəm, baxın, bu layını silim, misal üçün. Yazıram customers, where customer ID equals to 6. Baxın, götürdü 6, customer ID-si 6 olan row sildi prosta. If I don't give where clause-unu verməsəm, yenə götürür, hər şey silir. Misal üçün götürək, burada nə var? Məsələn, shippings. Shippings-i silək, misal üçün. Shippings. Aha. Baxın, where clause-u silirəm. Automatic delete from shippings götürəcək, prosta table-ı boş eləyəcək. Baxın, götürdü, hər şey sildi. Where condition yoxdur deyə. Amma table exists, yəni table silinməyib. Table silmək üçün drop eləyəcəyik sonra. Hə, elə indi eləyək qoyun. Tak, deməli dropu baxın, dropu 3 şey üçün işlədirik. Deməli, birinci general strukturu dəyişə bilirik bundan. Əvvələ database işləyiriksə, misal üçün database silmək istəyiriksə, onda yazırıq drop database və sonra yazırıq database-in adını. Yəni indi bizdə prosta onun üçün şey lazımdır, administrative power lazımdır. Yəni onu prosta belə eləmək olmur da. Amma yəni olsaydıq, drop database yazırıq, sonra da database-imizin adını. If we want to drop a table, then we write drop table and the name of the table. Misal üçün shippings. Bir dəqiqə. Aha. Baxın, full sildi table-ı. If we want to drop a column, we write in this way. We write alter table, sonra table-ın adını yazırıq. Misal üçün istəyirəm məsələn, customers table-ında last name-i silim, last name column-unu silim. Onda yazıram alter table customers, drop column və column-un adını. Yəni, customers table-ını dəyiş və hansı column-u silsin. Baxın, sildi last name column-unu. Bunlar üçün drop işlədirik. Then we have, gəlin limitə baxaq. Limit neyinir? Limit götürür, bizə müəyyən qədər versin, nəysə. Yəni, yes please. Yes, gələcək ona.
yes, we have also add. Prosta dropa düşdü şeyim ona görə danışdım. Amma yes, alter add da var. Aha. Then we have limit. Limit neyinir? Limit yəni müəyyən qədər verir nəsə. Misal üçün deyirəm I want to look at the table customers. Then I write məsələn select all from customers və yazıram misal üçün limit 3. Yəni ilk 3-ünü verəcək mənə. Baxın bu ilk 3 row verəcək. Baxın. Belə. Nədənsə sonra da işlədə bilərəm. Yəni order by falan sonra da işlədə bilərəm. Gəlin misal üçün yazaq order by age. Yəni age-ə görə order eləsin, ascending order-da. Sonra da ilk 3-ünü versin. Baxın. Elədi. Qalxan order-da baxır ilk 3 hansıdır? 17, 17, 22. So, verir onları. Then we have here aggregate functions. What are the aggregate functions? Aggregate functions are basically the functions that take several results, but several values, but give only one result. We include mean, max, count, average, and sum here. And we use it mostly with group by. Yəni misal üçün yazıram. Məsələn, belə şəkildə yazırıq. Misal üçün min mötərizədə yazırıq column adını, sonra da ardını. Yəni misal üçün istəyirəm ki, age-ləri məsəl üçün məndə age-lərdən minimumu tapsın. Yazır age, belə yazıram, sonra yazıram from customers. Aha. Baxın. Neynəyəcək? Prosta götürəcək age-lərə baxacaq və minimumu mənə çıxardıb verəcək. Neçədirsə? 17 misal üçün. Ya məsələn yazıram misal üçün count. Neynəyəcək? Götürəcək hamısını eləyəcək. Sayacaq neçə dənə daha doğrusu. Misal üçün 1, 2, 3, 4, 5, 6, 7, 8. There are 8 ages given, right? So it will count as 8. We can also have sum, which will add up all of them. Toplayacaq. 224 eləyir. Then we have max, hansı ki, yəni prosta maksimum tapacaq. And we have also average, hansı ki, average tapacaq basically. Aha. Belə. Ola bilər ki, adını başqa cür vermək istəyirsiniz. Bilmirəm bu nə qədər lazımlı bir şeydir. Amma yəni misal üçün, baxın burada məsələn adını verəndə burada qeyd elədiyinizi verir. Amma ki siz istəsəz onu başqa cür də deyə bilərsiniz. Yəni misal üçün deyə bilərəm ki, as I don't know, n. Misal üçün atıram. Götürəcək n kimi verəcək bu kolumun adını. Baxın n. Yəni çox da lazım deyil məncə, amma yəni də. Sonra we usually use it with group by. Gəlin baxaq. Misal üçün məsələn group by eləmək istəyirəm nəyəsə görə. Baxın. Məsələn yazıram group by, let's group by age. Baxın, götürəcək, baxacaq neçə dənə təkrarlanır, sonra da şey eləyəcək. Hərəsindən bir dənə götürəcək. Dəqiqə. Bu niyə belə verdi? Ha, dayan. Average age. Так, подожди, он должен давать один только value. Почему он не сказал? Let's try without it. Wait. Ha, bu da eyni şey verdi. Bəs niyə mənə average vermiş? Wait, let's try with something else. Sum versəm də eyni şey verəcək. Ay Allah.
Neyse, I don't know what to do, so if anybody has idea, yes. Yes, yes, group by just şeyler. Mesela here we have, for instance, age, and some of them repeat, right? For instance, we have two 22s. We have uh, wait, bir tane age istedim. Bir dakika. Aha, hə, hə, bu işlədir. Uje. Tamam. Deməli, we have several 17s. It just group eləyir və hərəsindən bir dənə götürür. Elə bil ki, unique verir neçə dənədir. Yəni misal üçün 17 2 dənədir, birini verir. Yəni generally baxır neçə dənə var da, müxtəlif şeylər, adlar. Prosta I don't know why bir dənə minlə də yox. С тоже было. Да, да, да. Группа с каунтом тоже бывает. Просто таки я не могу понять, почему он такие. А сейчас что он сделал? Yo, prosta baxmaq istəyirəm ki, bir yerdə işlədəndə nə olur da. Yoxsa ki, eyni şey verir. Nəysə. Tak. Okay. Then we have here count. Count by the way şeylə də distinct-lə də işlətmək olur select kimi. Onda yazıram count. Buraya yazıram distinct. İçəriyə. Elə yanına da yazıram kolumun adını. Neynəyəcək bu? Bu prosta götürəcək, sayacaq neçə dənə müxtəlif age var. Sayını verəcək. 6. Gəlin baxaq. 1, 2, bu təkrarlanır. 3, 4, 5, 6. Hə, tamam. It just counts how many different, distinct age like groups we have. Belə deyək. Then we have Если я distinct уберу, он все посчитает. If I delete distinct, it will count total. Bax, deyirəm. 8 dənədir. So it will give 8. Hamısını sayır da. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bütün şeyləri və neçə dənə value var. Sonra tak, then we have wait. Table. Gəlin create eləyək table. So how do we create table? In order to create table, we just use create table. Let's call it necə adlandırım? İdeya. What? Candy. Okay. And columns, let's call it lollipop. I don't know. Bir dəqiqə indi başa salacağam. Varchar. Misal üçün yazıram 20. Sonra nə var kəndisdə bilmirəm. Nə olsun? Hə, ID. Hə, ID yazaram mən. Tak. 34 misal üçün. And gəlin ID-ni əvvələ yazaq ya. Tak. Yazaq. Candy ID. Tak. Bir dənə yoxlayaq. Baxaq xanım. Deməli neynir? It just creates table, and what do we write? We write the name of the table. In our case, it's Candy. Then we write the columns, the name of the columns and data types. For instance, my first column is Candy ID, and its data type is integer, so I write int. My second is Lollipop, and it's a string, it's a text, so I write varchar, which means variable character, yəni it's for strings here. And mötərizədə yazdığımda o deməkdir ki, the maximum name, maximum phrase text that can be written in this column is basically 20. Yəni 20-dən o yana yaza bilmərəm də uzunluğu, limitdir bu. 255-ə kimi yaza bilirəm burada ədəd, 255-i daxil.
Sonra məsələn üçüncüdə varchar-dır, yenə chocolate kolumu. Yenə textdir 34 dama limiti. Tamam. Any question? Ə, aha. It won't work. We can try if you want. Let's try. Um, are you sure? Bax məsələn bunda yazmıram. Let's see. Bax məsələn belə bir. Aha, atıram. Реально işlədi. Почему он говорил, что нельзя так? Да, int было. Но вы не pишите, да, так. Yes. Amma siz elə yazmayın imtahanda səhv götürməsinlər. Да, да, наверное, при заполнении. Okay. Let's now. Um, okay. Yes. But okay, let's try that. Məsələn, insert eləyək hansısa value-ları dfvf-ya. dfvf. Aha. Values və hansı value-ları əlavə edirəm? Misal üçün birinci ID-dir. Məsələn 4. 4 yazıram. İkinci misal üçün text, nə bilim nəsə yazaq da belə. Sonra da nəsə belə yenə. Aha. Gəl yoxlayaq. Yes, it's actually working. Okay, never mind. Ola bilər ki, istəyirik ki, create elədiyimiz table əvvəlkin nə isə olsun, nə bilim nə isə olsun da. Misal üçün istəyirəm, burada orders table var. İstəyirəm ki, onun bir hissəsini create edeyim. Onda yazıram create table as select. Yazıram misal üçün create table. Misal üçün yeni table'ın adını qoyuram orders to as select. İndi hansılar istəyirəm təkrarlansın. Misal üçün istəyirəm elə everything eləyək əvvəlcə. Misal üçün from orders. Всё, вроде işləyəcək deyək. Create table orders as select. Let's try. Aha. Yes, baxın kopyasını verdi. Çünki everything-i götürdü şeylədi, kopyaladı. İndi misal üçün orders 3 eləyirəm və istəyirəm ki, misal üçün xüsusi kolumlar təkrarlasın. Məsələn, istəyirəm order ID-ni təkrarlasın və istəyirəm item-ı təkrarlasın misal üçün. Belə ilk qoyuram onda. Baxaq. Hə. İndi də götürdü order ID-ni item-ı kopyaladı, təzə table create elədi. Belə, create table-da məncə heç nə qalmadı. İndi next is drop table dedikdə məncə. Hə, bir də create table bizdə şey də var ha. Siz if not exist də yaza bilərsiniz bura. It means that it will create that table if there is no such table. But if there is such table, it won't do anything. And with drop, you can do the same thing, but tərsinə. Yəni, misal üçün yazıram drop table, misal üçün orders 4, məsələn, belə bir table yoxdur. Və yazıram if exists. Onda, onda baxır ki, bir dəqiqə nə səhv getdi yenə, ay Allah. Tak, drop table, tərsinə olmalıdır. Okay, wait, sorry. Məsələn, orders 4 yoxdur, indi yoxlayaq. İşlədi. Tamam. So it neynir? If exists o deməkdir ki, prosto yəni if there is such table, so if such table exists, then it will drop that table. Yəni o table-ı yox eləyəcək. Yoxdursa, amma elə table, onda heç nə eləmir. Məsəl üçün orders 4 yoxdur deyə heç nə eləmir də. Əgər if exists-i verməsəydim və
bunsuz elə bil ki, yazsayım drop table orders 4 error verəcəkdi də, çünki elə table yoxdur. Amma indi məsələn let's try misal üçün 3-ü yox eləməyə çalışaq. If exists. Baxacaq ki, exist eləyirsə, götürəcək drop eləyəcək. Məsələn, baxın sildi götürdü. Sonra we have alter. Alterla bayaq add. Hə, add-dim. Misal üçün alter table. I want to add a column. Then I write, misal üçün hara əlavə eləyək? Məsələn, elə Canon Candy əlavə eləyək. Alter table. Table-ın adını yazıram. Candy. Nədən çıxdı? Tak, add. Deməli, column-un adını nə qoyaq? Any ideas? Color. Okay. Color and yenə də data type-ı veririk burada. Demək, create-də veririk, bir də burada veririk data type-ı, çünki təzə bir şeydir. Və misal üçün yazıram 10. Yəqin ki, 10-dan çox olmazdı. Tak. Aha, götürdü color, yeni column əlavə elədi. So alter table, table-ın adını yazdım, add elədim, yeni column-un adı və data type-ı. Всё. Alter-da bu qədər. Then we have constraints. So what are constraints? Constraints are basically something that does not allow like invalid data to be inserted. Yəni misal üçün in constraints we have main ones are primary key and foreign key. What does primary key does? So primary key adətən bütün table'lar demək olar ki birinci gəlir və yəni adətən elə yazılır və ID kimi qeyd olunur. Misal üçün bizim customer table-da customer ID bizim primary key-dir. What does it mean? It means that there's no repetition here. So for instance, you see they all are different and there's no two customers that have the same customer ID. We use the primary key to, you know, ease our work while finding someone specific, for instance. Because məsələn, first name-ə görə tapsam, they repeat, right? Or even first name plus last name ikisi bir yerdə belə repeat eləyə bilərlər, ya başqa nəyəsə görə tapmağa çalışsam. That's why we use primary key. Primary key boş qala bilməz. Yəni baxın misal üçün country burada görsüz null-dır. Yəni nuldur da null. Hə. Yəni heç nə qeyd olmayıb, sıfırdır da, heç nə yoxdur burada. Amma primary key-yə elə şey yazmaq olmaz. Error verəcək. And also it should be unique as I said. And per table you can have only one primary key. Artıq ola bilməz. Create eləyəndə biz bu primary key-yi necə işarə eləyirik? Yəni necə SQL-a deyirik ki, yəni bu bizim primary key-imizdir. Yazırıq misal üçün create table, table-ın adı. Məsələn, yeni table create edirəm, misal üçün Məmməd. Və indi kolumnları yazanda kolumnları yazanda nə edirdim burada? Götürdüm adı yazırdım. Bir də data type-ını. İndi istəsəm yanına constraint-i də yaza bilərəm. Yəni misal üçün yazıram. Yox, Məmməd nə deyir? Bir dəqiqə. Yenə də school yazaq. Misal üçün school və yazıram school məsələn ID integer deyə int yazıram və yazıram primary key misal üçün. Çünki mənim primary key'im olacaq bu. Belə. Sonra o dəlşi yazıram. Nə istəyirəm? Nə var orada? Misal üçün yes please. Aha, okay. Repeated value olmaz. Bəli. Primary key prosta şeydir, sənin primary key-indir ki, nə isə tapasan da. Yəni məsələn, misal üçün ID-yə görə mən rahat hansısa bir insanı tapa bilərəm də, yəni lazım olanı. Yəni misal üçün
deyirsən ki, mənə filan ID-li insan lazımdır. Adına görə tapmaq çətindir. Yəni gələk sonra bir neçə nəfər arasında araşdırma aparasan və s. də yəni. Amma primary key bəli təkrarlanmır deyə rahat tapmaq. Misal üçün name nə qədər ola bilər? Bilmirəm 50. Hə. Sonra da məsələn age yazaq. Age də integerdir. Misal üçün baxın yeni table create eləyirəm və hansındakı primary key school ID intdir. Yəni create eləyəndə belə şeyləri qeyd edirik. We have also unique. Unique'ın fərqi nədir? Şeydən neydi ona? Primary keydən. Odur ki, birincisi unique-də qoymur təkrarlansın. Yəni məsələn mən yaradanda deyə bilərdim ki, age integer unique olsun. Prosta əslində it doesn't make any sense. Let's say something else. Məsələn let's say I don't know. Yəqin ki GPA-lər təkrarlanmır da. Təkrarlanıb bilər əslində. Neysə. Misal üçün unique yaradanda əgər unique yazsaydım, deməli bu constraint-i unique olacaqdı. Yəni ki it means that no value in this column can be repeated. Yəni primary key kimi. Amma ki fərqi ondadır ki, birincisi unique bir neçə ola bilər per table. Yəni ola bilər ki, məsələn, misal üçün bu da unique olsun, bu da unique olsun, bu da unique olsun. Amma primary key bir dənə olur. Bir də ki, unique şey də ola bilər. Unique-də şey də ola bilər, 0 da ola bilər. Yəni heç nə də olmaya bilər table-da. Insert eləyəndə, misal üçün biz bax necə elədik? Elələri var ki, məsələn heç nə yazmadıq, boş qaldılar. Yəni unique-də bu mümkündür. Amma şeydə primary key-də belə şey error verir. Yəni 0 ola bilməz. Başqa we have foreign key ən zəif bildiyim şey. So what's foreign key? Basically foreign key is something that baxın misal üçün burada bizdə baxın customer ID məsələn bunun foreign key-dir. Nə deməkdir bu? It means that misal üçün birinin primary key-i əvvəlcə, digərinin foreign key olur. Çünki bu ikisini birləşdirir də. Elə bil ki, baxın, misal üçün mənə lazımdır, misal üçün first name of the person whose customer ID is for instance 1 da elə bunu götürək. Onda yəni bundan istifadə edirəm. Amma bir də ola bilər ki, mənə lazımdır misal üçün burada mesela item bought by a person whose customer ID is 1, yəni onun adını tapmalıyam. Burada da adı yoxdur. Amma customer ID-si var, 1-dir, düzdürmü? Onda avtomatik SQL birləşdirir və götürür customer ID-ni elə ki, o birisində də customer ID var deyə. Ona əsasən tapır ki, adı John-dur. Yəni misal üçün keyboardu burada alan şəxs, məsələn bu şəxs lazımdırsa bizə, tapır ki, bunun adı John-dur. Age-i nə bilim 31-dir, country-si USA-dir. Yəni basically foreign key ikisini birləşdirir. Yəni iki table arasında əlaqə yaradır. Başqa nə var burada? Başa düşdünüz? Aha, indi kod yazırıq. Deməli, misal üçün gəlin elə create eləyəndə necə eləyirdik onu deyək. Tak, create table. Yeni bir table deyək, ad deyək zəhmət olmasa. Ona 5. Oy, sorry. 11A5. Yes. Tak. Yeni table create eləyirəm. Misal üçün adını da qoyuruq. Bir dəqiqə. Rəqəmlə, ədədlə başlamayacaq da. Yazıram misal üçün ada 11A5 belə. Aha. Create table. İndi həmin şey eləyirəm. Yəni misal üçün yazıram. Bir dəqiqə student ID int və bu bizim primary key'imiz olacaq. Sonra yazıram misal üçün nə ola bilər? Name, name
varchar yazıram 20 misal üçün. Sonra yazıram age integer. Sonra yazıram hansı bağlayacaq bizi məktəblə? Let's think. Uh, teachers maybe. But it doesn't make sense. GPA məktəblə. Amma ki gələ başqa bir şey də olsun da. Bilmə, prosta ki gərək burada da olsun da. Gərək nəyəsə bağlayım axı existing olan. Yəni nə bax misal üçün atıram da misal üçün. Elə bu order ID-ni götürək gəlin. Bir dəqiqə. Hə, order ID. Oy. Hə də order ID nə şeylədir. Şuşma. Misal üçün order ID. Sonra foreign key yazandan sonra ona ad verməliyəm. Misal üçün bir dəqiqə. Yox, bir dəqiqə. Bir dənə dəqiq bilən var. Belə yazılır, yoxsa bayaq yazdığım kimi yazılır. Nəysə. Yazıram foreign key order. Sonra yazıram hə. Sonra yazıram foreign key sözünü və onun nəyin foreign key olduğunu. Yəni yazıram bir dəqiqə. Foreign key və nəyin foreign keydir? Order. Və hardan foreign keydir? References. Ayalıq bu nədir? Orders to. Yox, qoy elə initial götürək. Orders. Order ID. Görməli işləyəcək. Şübhəlidir. Yox, səhv getdi. Order ID. Gəlin bir dənə dəyişək. Nəsə bir şey yazaq. Просто это либо так пишется, либо не так. Я не знаю точно, как это. Все? Ага. L. Как это? A. Please. Yes, please. Okay. Thank you. Ha, üzülü sayarsız yani. Çok da bir şey anlayamamışım. Tax. ID, references, customers, customer ID. Aha, tak, let's try. Thank you, Ayla. Student. Yes, işlədi. Allah razı olsun. So, neynirək ki? Götürdük primary key'imizi yazdıq bura. Belə başa düşdüm. Sonra da neyini bağlamağa çalışırıqsa. Nəsə belə bir şey. У нас получается, что сейчас? У нас получается, что вот то, что он student ID, вот который у нас будет в этом тейбле, он свяжет с этим, с order ID, который вот здесь. Və burada olan order ID ilə buradakı student ID-ni свяжет və 1 götürəcək. Elə bil ki, yəni avtomatik burada student ID 1 olan, order ID də 1 olanla eyni şəxsdir. Belə yəni götürəcək. Prosta ki, user üçün keçməmişik ümumiyyətlə, yəni ki, necə combine eləyib şeylə işlədik. Hə,
Bəli, yes. Bizə bizə çox güman ki, elə database sxema veriləcək. Bir dəqiqə. Görürsüz? Bir dəqiqə. Hə, necə yəni? Insert into, bəli. Nə olub ki, başıma? Ну ты всё, да? Да-да, ты пишешь просто insert in. Ой. Мгм. М. Hımm. Bir görürsüz də bunu. Nəysə belə bir şey verəcək. Çox güman ki, burdan primary key ilə şey deyəcək tap. Burada da prosta yəni bu kolumnlardır. Mhm. Məsələn, baxın misal üçün buna baxaq. Bu nədir? Elə yazılıb ki, hə, şurada. Tak, 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 tak. Bir dəqiqə. Yoxdur bir dənə şey. Bu nədir misal üçün? Hə, məsələn də. Burada prosta özü verib də. Gərək özü verməyən bir şey olsun. Bir dəqiqə baxaq. Məsələn bu. Aha. Misal üçün baxırsınız ki, hansı ikisi bir-birini birləşdirir. Misal üçün burada order ID düzdür, burada düzgün şarlanmayıb. Amma yenə də bu order ID ilə bu order ID çox güman ki, eyni şey olacaq. Sonra avtomatik bu order ID primary key, bu foreign key də çox güman ki, düzdür, əksinə də ola bilər, amma da yəni baxır da hala. Bir dəqiqə, qəşəng bir tanesi. Məsələn burada. Burada logicaldır əslində. Məsəl üçün customers olanda customer ID, yəni 99% ehtimalla elə bunun primary key-dir. So bu da hansına bağlanıbsa, burada oja deməli bunun orders'ın amma oja foreign key-idir. Orders'ın primary key order ID-dir. Sonra məsələn baxın bu employees-in primary key-idir, amma orders'ın şeydir, foreign key-idir. Məsələn product ID-də bunun şey primary key-idir, bunun isə foreign key-idir. Yəni papara. Və görürsən adətən elə birinci verirlər primary key. Yəni bunun misal üçün primary key budur, bununki budur, bununki budur, bununki budur. Yəni belə. I don't think we have left something. Prosta orada məsələn data type-lara baxmaq lazımdır. Prosta yəni adları çoxu logicaldır əslində. We have like time, we have year, we have şey date time, we have yəni də bu şeydir, data type-lardır. Yəni misal üçün sən əgər misal üçün ola bilərdi ki, bizdə şey olsun da, dayan. Mhm. Да, это были. Да, like. Сейчас, секунду. Yaxşı tutdun. Так, секундочку. Bir də aha, да. Сейчас я скажу. Bir dənə bunu deyim. Nə deyirdim yadımdan çıxdı. Eee, Sənin dediyin, hə, year. Deməli, year nədir? Prosta yəni misal üçün ola bilər ki, biz yaradanda, məsələn, ola bilər ki, misal üçün create table eləyirik ha. İndi axot yaxud da yazma, nə isə bildiniz. Ola bilər ki, misal üçün bizdə value, məsələn, kolumnlardan biri birth year olsun. Onda onun data type-ını yazanda sən varchar falan yazmırsan da, yazsan year. Bildin? İli yazırsansa. Niyə int yazmırsan da? Int data type integer də, yəni integer olanda yazsan, məsələn ID olanda, age olanda. Amma misal üçün birth year olanda hub da этот. Hə. Bir də sən çox güman ki, şey edirsən, like-ı, like operatoru. То, что
Фaiz. Tamam. Zeynep, вы aggregate functions проходили, нет? Like не надо, а то, что вы проценты falan проходили. Prosent. Onlar da tamamilə başqa cürdür. Onlar da tamamilə başqa cürdür. Ə, Hətta aggregate functionları dedim də bir də. Şeydir. Kamagildə müəllimdə başqadır. O şey Kamran müəllim əlavə şey çox deyir. Yəni başqa bizə lazım olmayan şeylər çoxdur. Ümumiyyətlə çox primitiv olacaq. Yəni çox da şey eləməyə ehtiyac yoxdur məncə. Ə, I actually don't think so. I feel like hə. Мгм. Но еще там будут вопросы, которые чисто на логику. Это уже hər ikisinə aid olmayan da, yəni. Или там вопросы, которые вот, как эта вот схема непонятная, не знаю, что там еще может быть. А, еще по этим raster vector. Hə, da, gəlin eləyək. Yes, Rust. No, 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 no. But we had şey, neydi onun adı yadımdan çıxdı. Resolution falan. Deep, yes. Hə, yəni belə şeylər olacaq. Big int. Hə, big int almost heç vaxt işlədilmir. It's just when you know that your neydi yazacağın integer həddindən artıq böyükdür. Then you use big int as data type. Amma ki biz almost onu heç vaxt işlətməmişik. Ümumiyyətlə yadıma düşmür. O da ki extremely böyük olmalıdır ki, где мне не открывай. Hə. Hara baxırsan? Hə, ə, hə, prosta məsələn baxın bu defaultdur. Allah bilir nədir bu. Они проходили aggregate functions. Они проходили min, max, count, yes, this stuff. Так он dedim да, like plus этот faiz, потом то, что там. Ты вот это да говоришь? Hə də onu deyirəm də, dedi lazım deyil. Məsələn, bax belə şeylər var idi. Oy, faiz nə idi? Faiz A falan. Hə. Yəni bunlar lazım deyil, deyir. A. Yox, ümumiyyətlə biz məktəbdə elə şey keçməmişik, yəni deyə bilməm. Niyə lazım olsun? Hə. Burada gəlin baxaq suallara. Burada suallar. Bu asandır, bu sxemadır. Baxmaq istəyirsə baxa bilərik. Amma şey var, practice də var idi. Что эти practice? Hə, hə burada azdır sual. Bilmirəm də, yəni if you have any şey idea eləyə bilərik, amma yəni məndə heç nə yoxdur. Tıqqırara, tıqqı. I think yəni çox basic olacaq, çox da dibinə məncə getməyə ehtiyac yoxdur. Yəni elə select şey, misal üçün burada elə bu CP hazırlaşanda bilirsən baxdığın, elə burada belə bu tipli suallar olacaq da. Create a table called employees with the following columns. Yəni məsələn bu çox rahatdır. Ya insert, misal üçün bu da rahatdır. Bu da rahatdır. İstəyirsə eləyə bilərik, bilməm mənası var ya yox. Aha, tamam. Gəlin. Так, не за что. Так, сейчас açıram bir dəqiqə. Hə.
Misal üçün, bəli, buyurun. Nəsə